Niyə görə səndə hələ də istədiyin nəticə yoxdur? Niyə hələ də baxmayaraq ki, bu qədər işləyirsən, çalışırsan, nəsə edirsən, amma istədiyin nəticəyə çatmamısan? Hansı səbəblər sənə imkan vermir həmin o layiq olduğun və sən hiss edirsən ki, mən layiqəm, mənim potensialım var bu səviyyədə olmaq üçün, amma hələ də çatmamısan. Bu video faydalı olacaq oğlanlara da, qızlara da, kişilərə, qadınlara, hər kəsə bu video çox və çox faydalı olacaq. Çünki bu gün burada biz sizinlə heç kəs sizə deməyəcək söhbətləri danışacağıq. Bu gün nə vaxt mənə müraciət edirlər ki, Marcina tam hansı nəticə almaq istəyirəm ya nəsə, artıq gəlirlər bütün öz nəslin bilikləri ilə ki, atadan belə, anadan belə, dayı belə oldu, filan kəs belə oldu və hər bir şey karma haqqında danışırlar, öz astroloji, bürc haqqında hər bir şeydən bilirlər, danışırlar. Amma və enerji təmizlikləri edirlər. Yəni ki, insanlar doğrudan da çalışır, nəsə edir. Amma nəticə necə ki yox idi, elə də yoxdur. Çox üzdə olan bir səbəbə toxunmaq istəyirəm. İlk öncə mən sizə bir neçə suallar verəcəm və siz onların cavabından bəlkə də kimsə söhbəti tutacaq və bir anlayacaq özü niyə görə hələ də yoxdur həmin o nəticə. Sən hazırsanmı 100 dənə nifrət dolu, səni söyən, sənin nəslini söyən, sənin fəaliyyətini söyən, alçaldan söz eşitmək, mesaj eşitmək? Hazırsanmı sən buna yoxsa yox? Misal üçün, sən hər hansısa bir iş görürsən və birdən-birə 100 nəfər, 200 nəfər, 500 nəfər hətta səni alçaldacaq, sənə pis sözlər deyəcək və sən düşünəcəksən ki, yox, sən yaxşı bir iş görürsən, amma elə insanlar olacaq ki, onlar sənin fəaliyyətini bəyənmir. İkinci sual, sən hazırsanmı öz yaxın insanlara yox demək, onlardan lazım olan zaman uzaqlaşmaq, yalnız öz daha yüksək məqsədə çatmaq üçün. Və sən görəcəksən ki, onlar küsür, inciyir, kimsə sənə deyəcək ki, artıq bizə çox vaxt ayırmırsan ya da ki, bu işə başlayandan ya da ki, pul görəndən sonra uzaqlaşmısan. Və sən hazırsanmı bu sözləri özünə götürməmək? Burada söhbət getmir ki, допустим, sən cavab vermirsən ya da ki, ignor edirsən ya da ki, insanlardan uzaqlaşırsan. Xeyr, bu sözləri özünə götürməmək. Özünə götürməmək bu o deməkdir ki, kimsə sənə bu sözləri deyir. Sən deyirsən, mən təəssüf edirəm ki, sən belə düşünürsən, amma mən işlərimi bitirib gələcəm. Və sən öz daxilində hiss etmirsən ki, doğrudan da bəlkə onun sözlərində həqiqət var, bəlkə mən doğrudan da az vaxt keçirirəm öz dostlarımla ya yaxınlarımla və səni o günah hissi, hansısa bəlkə mən doğrudan da dəyişilmişəm, yəni ki, özünə qarşı inamsızlıq hissi keçirəcəksən, yoxsa keçirməyəcəksən? Bir dənə də sual, sən hazırsanmı sənə və kiməsə verilən təklifi elə dəyərləndirmək ki, nəticədə səni seçsinlər, sən qabaqda olasan və kimsə uduzsun və sən düşünməyəsən ki, o insan mənə görə uduzdu. Sən düşünəcəksən ki, bunu mən haqq etmişəm, buna görə bu mənimdir. Mən bilmirəm, siz söhbəti tutdunuz, mən nəyə aparıram, yoxsa yox. Amma, baxın, hazırsınızmı siz pis adam olmaq? Kiminsə üçün, mən demirəm ki, həqiqətən də pis. Amma bir çox insan üçün, bəlkə də öz yaxınlarınız üçün pis
insan olmaq hazırsınızmı siz, yoxsa yox? Hazırsınızmı siz eşitmək o insanlardan kim sizi sevirdi, dəstəkləyirdi, bəlkə də uzun illər birlikdə idi sizinlə? Onlardan hazırsınızmı eşitmək ki, sən dəyişilmisən, ya da ki, sən əvvəlki kimi deyilsən, ya da ki, sən satqınsan, ya da ki, ümumiyyətlə sizinlə onlar münasibət kəssələr, bu hərəkəti özünüzə götürməmək hazırsınızmı, yoxsa yox? Çünki mən sizə indi başqa tərəfdən danışacağam. Biz hamımız istəyirik yüksək nəticələr, pul, bəlkə də kimsə şən, şöhrət istəyir, tanınmaq istəyir, öz potensialını üzə çıxartmaq istəyir. Amma eyni zamanda da bu uğurun əks tərəfini yaşamağa hazır deyil. Hazır deyil insanların üzünə çıxmaq, hazır deyil sona qədər öz sözün ya da ki fikrin üzərində dayanmaq. Hazır deyil həmin o yüksək potensialına uyğunlaşmaq. Harda, bəli. Hazır deyil çıxışlar etmək. Və fərqi yoxdur indi hansı biznesdən söhbət gedir. Blogerlikdir, yazıçılıqdır, koçluqdur, bilmirəm, kargo, maşın aparıb gətirmək. Yəni, hər bir uğur pilləsinin öz əks tərəfi var. Və o əks tərəflər, onlar heç də xoşa gələn deyil. O əks tərəflər, bu o deməkdir ki, bəlkə tam yuxusuz gecələr, bu o deməkdir ki, sən axtarmalısan yolları, axtarmalısan həmin o lazımlı insanları, onlarla dil tapmalısan. Onları yola gətirmək üçün bəzən özündən keçməlisən. Əlbəttə ki, sənin vicdanın və sənin özünə olan hörmətin imkan verdiyi qədər, amma bəzən həqiqətən də keçməlisən. Həqiqətən də hardasa susmalısan. Ya da ki, əksinə sona qədər getməlisən və bildirməlisən ki, xeyr, bu belə olmayacaq, bu belə olacaq, mən dediyim kimi olacaq. Hazırsanmı sən buna, yoxsa yox? Çünki sonsuz qədər olar karmanı təmizləmək, sonsuz qədər olar ulduzlara baxmaq, nömrələri yazmaq və orada nələrsə etmək. Amma kimlər hazır deyil həmin o əks tərəfə, onlar bəlkə də nəyəsə nail olacaqlar, amma tez bir zamanda onu itirəcəklər. Çünki görəcəklər ki, yox, mən buna hazır deyiləm. Mən öz əvvəlki insanlarımı istəyirəm. Mən istəyirəm hamı ilə yenidən mehriban olum. Mən istəyirəm hamı məni sevsin. Mən istəyirəm insanlar məni dəstəkləsin. Və onlar dəstəkləyəcəklər. Amma dəstəklənməyən insanlar da həmin zaman daha çox olacaqlar. Çünki misal üçün sənin indi belə bir biznesin var və onu 1000 nəfər təsdiqləyir, dəstəkləyir və orada 3-4 nəfər dəstəkləmir səni. Sənin biznesin bu boyutda olanda, bəli, orada bəlkə minlərlə, 100 minlərlə insanlar səni dəstəkləyəcək, amma minlərlə insanlar səni istəməyəcək və o minlərlə insanlar, onlar həqiqətən də görünür. 5 nəfər 1000 nəfərin qabağında görünmür. Amma minlərlə insanlar, 100 minlərlə ya da ki milyonlarla insanların içində onlar görünür. Və kimlər blogerlik etmək istəyir ya da ki üzdə olmaq istəyir, kimlər istəyir insanlara kömək etmək, kimlər istəyir məşhur olmaq. Siz əsas hazır olmalısınız ki, sizi dəstəkləməyən insanlar, onlar sizi məşhur edəcəklər.
Onlar sizi yüksəkliyə aparacaqlar. Çünki sevən insanlar, onlar sadəcə sevir, onlar sadəcə istifadə edir. Sözün yaxşı mənasında onlar istifadə edir. Sən onlara nəsə verirsən, onlar wow, çox sağ ol, iyi getdilər, nəyləsə məşğuldur. Bu bəlkə sənə yazırlar ki, bəli, hansısa video, hansısa kitab, hansısa mesaj, hansısa bilmirəm söz mənə çox böyük bir dəstək oldu. Amma bu mesajlar o qədər az olacaq, o qədər gizli olacaq ki, onlardan sənə heç bir xeyir gəlməyəcək. Maksimum sən ürəyində hiss edəcəksən o həmin ay, hə, mən düz yoldayam. Hə, mən bir insana da dəstək oldum. Amma sənə nifrət olan insanlar, onlar səni məşhur edəcəklər. Onlar sənin gəlirlərini artacaqlar. Onlar sənə həmin o dəstəyi verəcəklər, harda sən böyüyəcəksən daha böyük bir kütləyə. Harda sən həqiqətən daha böyük bir kütləni əhatə edə biləcəksən və o kütlə əlbəttə ki, artıq sonra sənin həmin o dəstəkçilər, sakit qıraqda olan dəstəkçilər kütləsinə çevriləcək. Buna görə də əgər bu dəqiqə səndə istədiyin nəticə yoxdursa, bax nəyə sən hələ də hazır deyilsən. Və bundan əlavə kimlər xoşlayır yaxşı qız, yaxşı oğlan olmaq. Bu hansı insanlardır? Onlar heç bir konflikt etmirlər. Onlar hər zaman pozitivdirlər ya da ki, negativ də olsalar çalışırlar necəsə o biri adamlara ürək verməyə, onlara dəstək olmağa və onlar o qədər də seçilmirlər. Amma nə vaxt onların daxilində böyük bir potensial var, onlar öz o qaranlıq tərəfini sadəcə bastırmaqla məşğuldurlar. Ona görə də sonra enerjisi yoxdur heç nəyə. Heç nəyə həvəs yoxdur. Nəysə başlayırlar, sonra buraxırlar. Çünki niyə görə kimsə nəyisə başlayır və sonra buraxır. Mən başlayıram, artıq mənim reallığım başlayır dəyişilməyə. Mənim çünki vibrasiyalarım dəyişilir, mənim enerjim dəyişilir. Reallıq başlayır yavaş-yavaş dəyişilməyə və mən şuursuz, bəlkə də heç şuurlu tutanmadım bu dəyişikliyi. Şuursuz o dəyişikliyi hiss edirəm və şuursuz da anlayıram ki, mən hazır deyiləm, çünki mən qorxuram itirmək, qorxuram sonra kimdənsə eşitmək ki, bilmirəm, mən səhv yoldayam, mən düz eləmirəm, mən dəyişilmişəm pis tərəfə, mən bilmirəm, başqa insan olmuşam və ümumiyyətlə mənimlə danışmaq mümkün deyil, mənimlə sevmək, ümumiyyətlə heç nə mümkün deyil və əlbəttə ki, çəkilirəm qırağa. Necə? Ya xəstələnirəm, ya da ki, ümumiyyətlə sonra gücüm çatmır nəsə etməyə, beynim işləmir, lazımlı insanlar qarşıma çıxmır. Niyə görə? Çünki mən hazır deyiləm. Və əgər sən hazırsansa və indi bunu dinləyə, bəlkə də bu dəqiqə bunu dinlədin və aydınlıq yaşadın və bir neçə vaxtdan sonra hiss edəcəksən ki, okey, bəli, mən buna hazıram. O zaman sən atdığın bütün addımlar sənə gözlədiyindən də daha yüksək, daha məqsədə yönümlü, məqsədə uyğun nəticə verəcəklər. İndi isə əgər sən sadəcə hansısa öz karmanı yuyursan, psixoloqlara ancaq gedirsən və yalnız bunlar hamısı səndə beyindədir və hərəkətdə heç nə yoxdur. İşlə öz inancların üzərində. Bax, harda və nəyə sən hazırsan, harda və nəyə sən hazır deyilsən, harda sən özünü satırsan və hələ də olduğun kimi qəbul etməyə hazır deyilsən, qızlar, bu şeyləri tapmaq çox və çox çətindir. Çox çətindir.
Bəzən mən özüm hələ nə qədər gedirəm kurslara, nə qədər gedirəm təlimlərə, kitablar oxuyuram, mənim coachum var, mənim psixoloqum var, mənim enerji praktikim var. Mən özüm bu işlərlə məşğulam və siz bilirsiniz necə yüksək səviyyədə haralara gedib çıxıram. Və bəzən hələ də çətinliklər çəkirəm və sonra tapıram, özümə etiraf edirəm ki, hə, filan yerdə mən özümə yalan danışıram. Mən əslində nəyəsə hazır deyildim. İndi mən hazıram, mən buna etiraf edirəm və müəyyən bir dəyişiklikləri artıq etmək lazımdır və onları edirəm. Onları etdikcə o qədər xoşa gəlməz insanlardan üsyan alıram. Hətta axırıncı dəfə mən paylaşmışdım ki, qızlar, yəni ki, hazır olun ki, Instagram mənim üçün artıq heç bir mənə danışmır. Artıq heç bir maraq məndə daşımır. Çünki oradakı kontent o itir. Və mən verdiyim həmin bu dəyərli məlumatlar orada itir. Mənə artıq maraqsızdır. Mən özümü orada dəyərsiz hiss edirəm. Və mən keçirəm YouTube-a və mən bilirsiniz nə qədər mesaj almışam ki, oy siz bizə söz vermişdiniz ki, heç vaxt nəsə, axı biz, axı filan şey, axı o, axı bu. Kimə lazımdır? O mənim dalımca hara lazımdır gedəcək. Kimə lazım deyil və yalnız istəyir o bataqlıq kimi sormaq, onlar öz yerində də qalacaqlar. Mən öz manikyurşicamın dalınca bütün şəhəri gəzmişəm. O hara köçüb, lazımdırsa 1 saat yarım onun yanına gedirdim ki, sırf onun yanına düşüm. Çünki mənə ora lazım idi. Sırf ora. Buna görə də mən gedəcəm və sizinlə də eyni şey olacaq. Siz kimə lazımsınız, o insanlar sizinlə hər zaman olacaqlar. Bütün bizim həyatımızda dəyişikliklər və əsas da yüksəlmələr, uğurlar bu böyük bir sınaqdır. Tək sizin üçün yox. Hətta ətrafınızdakı insanlar üçün. Çünki var xoş günün insanları, var pis günün insanları. Və həyat onu göstərir ki, pis günün dostu olmaq daha asandır. Nədir ki, yaxşı günün dostu. Вот так. Mənə burada artıq zənglər gəlir. В общем, mən ümidvaram bu video sizin üçün dəyərli olacaq və düşünmək üçün müəyyən bir toxumlar sizə vermişəm. Bu videonun altında suallarınızı yazarsınız, hansı mövzu üzrə video almaq istəyirsiniz. Çünki mən orada hazırladığım mövzular artıq azalır. Bəlkə də sizdən mən daha maraqlı, daha belə mövzu alacağam və sizin üçün video hazırlayacağam. Öpürəm sizi, özünüzə yaxşı baxın və hələlik.